Mən 7 il karate ilə məşğul olmuşam və sizə indi elə bir söz deyəcəm ki, 100% əminəm belə bir söz eşitməmisiniz. Yaponiyada belə bir adət var. Hansısa idman növü ilə məşğul olan şəxslər başqa bir idman zalına daxil olduqda ağ kəmər geyinirlər. Fərqi yoxdur, sən 20 il karate ilə məşğul olsa belə, judo dacosuna girəndə ağ kəmər taxırlar. Məsəl üçün 20 il qalırlar judo ilə məşğul olurlarsa, karate dacosuna girəndə ağ kəmər taxırlar. Bunlar hörmət əlamətidir. Bu göstərir ki, mən yeni bir yola qədəm qoyuram. Əgər 20 il karate ilə məşğul olsam da belə, tutalım ki, judo ilə ilk dəfə məşğul olacağam. Birinci dəfədir ki, mən bu idman zalındayım. Birinci dəfədir ki, mən bu dacodayım. Daco təkcə bizim dilimizə indi idman zalı, məşq zalı kimi tərcümə edilsə də, bu daha çox kompleks bir şeydir. İnsanların ruhlarının, psixologiyasının, fəlsəfəsinin birləşdiyi bir yer nəzərdə tutulur və yaponlar üçün çox vacib bir yer olaraq bərqərar olublar. Yaponiya fəlsəfəsində, Yapon həyatında dacolar çox vacib bir yer tutur. Və insanlar fərqi yoxdur. Neçə ildə lap karatedə 9-cu dan qara kəmər, 7-ci dan qara kəmər olsalar belə, başqa idman üslubunun dacosuna daxil olduqda ağ kəmər taxacaqlar. Bu deməkdir ki, mən bu yola təzə addım atıram. Bu yolda mənim biliklərim yoxdur. Mənim bu barədə bacarıqlarım yetərli deyil. Bu hörmət əlamətidir. Orada olan insanlara, onların keçdiyi yola, onların etdiyi məşqə, onların qazandıqları nailiyyətlərə hörmət əlamətidir. Ancaq biz internetdə görürük ki, dəxlisi olmayan insanlar, hətta təcrübəsi olsa belə, olsa da, olmasa da başa çıxmadığı şeylərdən danışırlar. Mən bunu nəyə görə sizə deyirəm? Əgər siz həyatınızda hansısa bir başlanğıca, təzə bir nəyəsə qədəm qoyursunuzsa, təzə bir yola addım atırsınızsa, ağ kəmər taxmağa hazır olun. 10 il, 15 il, 20 il təcrübəniz olsa da belə, əgər nəsə təzə bir şey öyrənirsinizsə, bu demək deyil ki, sizin təcrübəniz, bilikləriniz həmin şeyi öyrənməkdə, mükəmməlləşdirməkdə sizə yardım edəcəkdirsə ki, ano, hara getdi bu? Qonağımız var, Arabcan xanım. Tutalım ki, 20 il sizin marketinq təcrübəniz olsa belə, o demək deyil ki, siz dərhal insan resurslarına məşğul olmağa başlaya bilərsiniz. Və yaxud da ki, 20 il, tutalım ki, əmək mühafizəsi təcrübəniz olsa belə, o demək deyil ki, siz dərhal müəllimlik etməyə başlaya bilərsiniz. Bu barədə, bu sahədə, bu təzə bir yerdə sizin atdığınız ilk addımlardır. Göstərir ki, sizin ağ kəmər taxmağınız, göstərir ki, sizin öyrənməli olduğunuz, getməli olduğunuz bir yolunuz var. Bacarıqlar, biliklər, bunlar hamısı qəbul edilməlidir və öyrənməlidirlər. Əgər nəsə təzə bir layihəyə başlayırsınızsa, həyatınızda təzə bir səhifə açırsınızsa, nəsə təzə bir şey öyrənmək istəyirsinizsə, hazır olun ki, bunun üçün nə qədərsə bir müddət, nə qədərsə bir effort, yəni nə qədərsə bir güc, yük sərf olunmalıdır. Siz fikirləşməyin ki, hər hansısa bir təzə şeyə başlayan kimi dərhal nəticə görəcəksiniz. Elə deyil. Elə deyil. Öyrənilməli olduğunuz, qəbullanmalı olduğunuz, hələ çox həqiqətlər olacaq, çox məlumatlar olacaq, çox bacarıqlar olacaq ki, siz onları gərək özünüzə təlqin edəsiniz, öyrənəsiniz və nəsə təzə bir yola başlayırsa bir də deyirəm. Ağ kəmər giyməyə hazır olun. Qətiyyən fikirləşməyin ki, dərhal sizdə nəsə nəticələr olacaq. Kimisə bəxti gətirib nəsə nəticə əldə edirsə, o başqa məsələ. Ancaq generally, yəni ki, ümumiyyətlə, ümumi formada hamımız insanıq. Hamımız bir həyat yaşayırıq. Hamımız nəsə öyrənməyə çalışırıq. Öyrənmək istəməyənlər varsa, o, Parabizan xanım buradadır. O, uçdu getdi. Öyrənmək istəməyənlər varsa və dərhal nəticə götürməyi istəyənlər varsa, biz onlardan deyilik. Ki, həyat o deyil ki, nəsə tutalım ki, sandığı açan kimi içindən qızıl çıxsın. Bilmək olmaz. Hələ birinci o sandığı tapmaq var. Ona görə hansı bir yola başlayırsınızsa, nəsə bir təzə layihəyə başlayırsınızsa, təzə bir səhifə açırsınızsa həyatınızda, fikirləşməyin ki, sizə dərhal nəticələr gələcək. Öyrənməyə, inkişaf etməyə, bacarıq götürməyə, tətbiq etməyə, hərəkət etməyə hazır olun.